Yine yoğursun ki biz her birimiz dəfəyə iştirak elədik. Və Reyva ana düşünürəm ki, tək Rizvanın Mərdanın Qulamın anası kimi yox, bu yerin, bu cemaatın anası kimi və sizlərlə, yüzlərlə bax beləcə yiğitlərin anası kimi yola salınacaq. Haqqıyla. Yəni böyük ehtiramla, böyük sevgi ilə həqiqətən tam səmimi olan fikirlərdir. Bunu özünüz də şahid oldunuz. Bu mənada yəni burada çıxışlar da oldu, amma yenə də Samir mən komandaslara mən nerede fikirlərimiz bu günləri görüşək. Çünki yenə təkrar deyirəm ha, yəni Reyva ana üç oğlun anası kimi yox, yüzlərlə oğlun anası kimi, bu yerin, bu cemaatin anası kimi böyük hörmətlə ehtiramla yolunuz. Yəni sözləriniz çox, fikirləriniz çox. Buyurun. Allah rəhmət eləsin. Allah bura gələn hər birimizdən razı olsun. Bugün artıq belə deyim, 3-cü gündür ki, şəhid anası, anamız Reyvan anı haqq dünyasına qovuşdu. Hamılıqla, elliklə birlikdə ananı dəfn elədik. Yəni belə deyim, minlərlə, milyonlarla analar dünyasını dəyişir, dəfn oldu. Amma bugün biz şəhid anasının məzarı başındayıq. O ananın ki, gözünü qırpmadan iki oğlunu vətən üçün fəda etməyə hazır idi və elə də oldu. Bəli, onun kesin dəfə siz də qeyd elədiniz akşamları. Yəni, min bir əziyyətlə, laf belə əziyyətsiz də böyüksə belə, övladını belə deyim, vətən üçün təmənnasız fəda etməyə, belə gözünü yummadan, uf demədən fəda etmək hər bir ananın da işi deyil. O ananın ürəyi, təpəri lazımdır ki, övladını xalqının, millətinin, vətəninin qeyrəti, namusu uğrunda, bayrağı uğrunda fəda etməyə hazır olur. Və Reyva ana da o analardan idi ki, bunu etdi və bu günə qədər də o adı, o şərəfli adı, şəhid anası adını şərəflə, qürurla daşıdı. Belə deyim, o ada layiq olmağa çalışdı. Şəhid anası adına layiq olmağa çalışdı. Mən bir şey vurğuluyum ki, 31 il öncə, 94-cü ilin yanvarında Qulamın dəfnində o çəkilişlər də var. O vaxtı bir təsadüf mi deyim, düşmət mi deyim, o mərasimi lentə götürülmüşdü. Bugünkü gün o çəkilişlərə də baxır. Yenə də qeyd edək ki, o gün Rizvan qeyd elədi, sağ olsun. Yəni o bugünkü gün bir tarixdir, yaddaşa gözüb. Həmin dövrdə biz 10-cu sinifdə oxuyuruq. Mən o çəkilişlərə baxanda adam elə bir qayıtdı həmin dövrlərə ki, o dövrdə bizim ananın məzarı başındayıq. Amma danışanda ümumilikdə elimizin, obamızın, vətənimizin, torpağımızın qəhrəman oğulları vətənin dar günündə silaha sarıldı. Minlərlə, belə deyim, Reyva ana kimi anaların övladları o dövrdə vətən torpaqlarının azadlığı uğrunda canını fəda etməyə hazır idi və fəda da etdilər. Həmin dövrdə mən çəkilişlərə baxanda nəyə xatırlayıram? O dövrün o çətinlikləri, məhrumiyyətləri, əziyyətləri olmasına baxmayaraq, o el ağsaqqallarının həmin dövrdə o ruhun ölməməsi üçün əllərindən gələni etməsi. Həmin dövrdə Fəzi kişinin, Şuriyə müəllimi, yəni bir çoxları var idi. Yəni mən indi orada bir adlarını sadalamayacağım. Yəni həmin dövrdə belə deyim, o əlini sıxıb, yumruğunu sıxıb, cəmaatın elin içində o vətənpərvərlik ruhunda çıxışları, vətənpərvərlik ruhunda şeirlər demək, elə mən özümdən götürürəm, elə özümüzdən götürürəm. Biz o dövrdə orta məktəbdə 10-cu sinifində oxuyurdum. O ruhda böyüməsi üçün, o düşmənə nifrət hissində böyüməsi üçün əllərindən gələni etdilər. Allah ailəsinə səbir versin, anamıza rəhmət eləsin. Bugün yenə deyirəm, deyiləsi sözlər çoxdur, qürurlu bir ana oldu Reyva ana. O adı yenə deyirəm, şərəflə yaşadı və yaşadı.